Hardan gelen insandı bu? Kimdi bu? Bunu araştırmak lazımdı. Doğrudan da araştırmak lazımdı. Navella Cəfəroğlu Çingiz Qənizadə ilə uzun illərdir birgə çalışdığını və onun məsələyə şəxsi və ya maddi maraqla yanaşdığına inanmadığını bildirib. Çingizlə biz 30 ildir bir yerdə işləyirik. Çingiz bizlə doğrudan da axı bizim heç zaman heç kəslə pul məsələsi ilə işləməyən insanlarıq. Heç kəsdən indiyə qədər 1 manat almayan insanlarıq. Çünki bir adam desən də bu boyda siyasi məhbus buraxdırmışıq, bu qədər insan buraxdırmışıq. Yəni mən Çingizə özüm kimi inanıram ki, Çingiz bunu doğrudan da ayrı məqsədlə eləməyibdir. Köməkli məqsədi ilə eləyibdir. Köməkli eləsin kiməsə. Hüquq müdafiəçisi məsələnin yalnız hüquqi müstəvidə araşdırılmasının vacibliyini də vurğulayıb və həmin şəxsə əlaqələndirilən simvollarla bağlı suallar səsləndirib. O günləri göstərdilər ki, bunun Magen David'in bunun ortasında Azərbaycanın xaritəsi vardı. Yəni bu nə deməkdir? Sən kimsən, sən Azərbaycan xaritəsini İsrailin ulduzunun içərisində güya Azərbaycanın xaritəsidir. O yazıb bunu, onun şirkətindədir bu. Ya kim bunu düzəldibdir, kim bunda maraqlıdır. Mən inanmıram ki, Azərbaycanda hələ bir şeyə icazə verərdilər. Hələ şeylə şirkət qursun, hələ logo ilə şirkət qursun. Bunu kim eləyir, nə tər eləyir? Bunlar hamısı araşdırılmalıdır. Yəni bu doğrudan da bu sataşmaqdır. Azərbaycan dövlətinə sataşmaqdır. 100 illik türməlik.